Televizora baxırsınız? Bəli. Hansı kanallara baxırsınız? Xəzər. Daha çox hansı proqramlar xoşunuza gəlir? Belə bilmirəm, mən çox belə çox baxmıram daha doğrusu, ancaq arada sırada baxıram. Bəs arada sırada baxanda daha çox nəyi izləyirsiniz? Hansı proqramlar və ya xəbərlər? Adətən axşamlar xəbərləri izləyirəm. Oradan ancaq onları xəbərləri izləyirəm. Başqa heç bir proqrama baxmıram. Bəs başqa əvəzləyicilərdən istifadə edirsiniz televizor əvəzinə? Yox, telefondan. Telefondan da oyun və yaxud da internetdən universitet oxuyuram, məlumatlar toplayıram. Nə ilə bağlı məlumat toplayırsınız? Məsələn, verilən dərsliklərlə bağlı məlumatlar. Məsələn, təqdimat, sərbəstlik, belə şeylərdən. Televizor izləyirsiniz? Bəli, Televizor izləyirsiniz? bəli. Hansı kanallara, proqramlara baxırsınız daha çox? Vallahi baxanda Space-ə də baxıram, Xəzərə də baxıram, ATV-yə baxıram. Bütün kanalların hamısına baxırıq da. Nə izləyirsiniz? Məsələn, nə çox xoşunuza gəlir və ya da xoşunuza gəlmir? Nə bilim, verilişlər belə də. Yaxşısı da olursa, işləyirəm düzün sözü. İş saatından sonra. Heç nə oldu. İşləyirəm deyin, elə hər saat vaxtım olmur. İşdən sonra amma baxıram baxmağına. Baxıram, Xoşqədəmin verilişinə, Xoşqədəm Hidayət qızın verilişinə baxırdım, o da bağlandı. Zahir Bəxşəliyev ilə belə də. Bəs daha nələr izləmək istəyirsiniz televizorda? Yaxşı verilişlər olsun da. Yəni elə əsl Azərbaycanımıza, özümüzə layiq, millətimizə layiq verilişlər olsun da. Yəni elə verilişlər olur ki, birdən adam baxır, özü utanır. O deyir, ikinci talih qurmuşam, bu deyir, zaksız yaşayıram. Yəni onlar bizim millətə uyğun deyil. Belə şeylər qane eləmir. Getməliyəm, üzrü sayın. Salam. Televizor izləyirsiniz? Bəli, izləyirəm. Hansı kanallara məsələn baxırsınız? ASTV, Xəzər, ATV. Daha çox hansı proqramlara üstünlük verirsiniz? Daha çox xəbərlərə. Sonra komedi xalan falan belə. Bəyənirsiniz onları? Bəli, bəli. Bəs daha nələr izləmək istəyirdiniz? Daha məncə, yəni həyatda olan çətinliklərlə bağlı bir veriliş olsaydı, yəni məncə daha yaxşı olardı. Nəyə görə? Yəni baxıb orada belə deyim də ibrət götürərdilər, həyatı öyrənərdilər. Günümüzdə də məsələn bu hər səhərimizin necə ki açırıq pis hadisələrlə falan, yəni xəbərlərdəki necə izləyirik, Telegram səhifələrində, Instagram səhifələrində çox oğul anasını, ana oğlu və ya həyat yoldaşını falan gecə nəsə üstündə öldürübdür. Yəni buna uyğun, bu tip xəbərlərə uyğun daha anlamlı bir şeylər olsa, bir verilişlər olsa, o zaman düşünürəm ki, daha yaxşı olardı. İnsanlar baxıb öğüt götürərdilər ondan. Televiziya. Salam xanım, televiziya izləyirsiniz? Yox, mən Azərbaycanca danışıram. Danışırsınız da hazır. Ha? Hazırdan mı danışırsınız da Azərbaycanca? Pis danışıram. Deyə bilərsiniz hansı kanalları izləyirsiniz məsələn, baxırsınızsa televiziyaya? İctimai. Nə izləyirsiniz məsələn ictimaidə? İctimaidə xəbərlər, sonra seriallar, idmanlar, olimpiyada vaxtı. Futbol. Yox, izləmirəm. Xeyr. Salam, başdan televiziya izləyirsiniz? İzləyirəm, başdan tərəfirəm. Salam. Televiziya izləyirsiniz? İzləyirəm. Hansı kanallara baxırsınız? Çəkməyəcəm. Göstərməsəm. Hamısına baxırıq, ATV-yə baxırıq, NTV-yə baxırıq, Space-ə baxırıq. Nə bilim, hansına vaxtımız orada baxırıq da. Daha çox nə izləyirsiniz o kanallarda? Kanallarda var, nə bilim, cürədir, hamısına baxırıq da. Yanımda qalıyor ki. Şou proqramlara baxırıq, kinoya da baxırıq, şou proqrama da baxırıq, nə bilim. Bəyənirsiniz? Şükür, yaxşıdır, hamısı yaxşıdır. Hansı kanallara baxırsınız? Hamısına.
Daha çox hansı proqramları istəyirsiniz? Xəbərlər əsas. Necədir, bəyənirsiniz? Belə pis deyil, baxıram. Bəs daha nələri izləmək istəyərdiniz televiziyada? Valla heç nə deyə bilmərəm o vaxtda. Məsələn, televiziya əvəzinə əvəzedici hansısa digər vasitələrdən istifadə edirsiniz baxmaq üçün? Televizorda yox, amma telefonda hə biraz bəzi proqram. Telefonda? Hə. Sosial şəbəkələr, nə bilim, TikTok, sonra Facebook, zat belə şeylərə baxırıq. Maraqlı gəlir sizə? Hansılar ki, bəziləri gəlir, bəziləri yox. Mən o kompüter vasitəsilə məni maraqlandıran bütün dünyada nə xəbər varsa, hamısını onunla baxıram. Yəni televizor, ümumiyyətlə televizora baxmaq vərdişi məndə yoxdur. 3-4 otağımız var, hamısında da böyük televizor var. Amma istifadə eləmir. Hərdən bir filmlərə baxıram. Salam, televiziya izləyirsiniz? Elə istəyirik, çox Salam, televiziya izləyirsiniz? Təkcə filmlərə baxıram. Filmlərə baxıram. Elə bir gün olmur ki, gecə, axşam. Ondan sonra mən yeni bir filmə baxmayam. Amma mən onları, deməli bu yeni filmləri, ya xüsusi bir sayt var, Kinopoisk. Ya orada baxıram, ya YouTube'da. YouTube'da biraz vaxt yox, keyfiyyət yox, vaxt çox yapar çünki reklam çoxdur. Valla sözümcü 7-8 aydır heç ödəniş etmirəm televizora. İzləmirik deyə ödəniş etmirəm. Maraqlı gəlmir. Bilmirəm, çox sağ ol. ATV-yə də hərdən baxıram, ƏDV-yə də, ARB-yə də baxıram. Yəni demək istəyirəm, kanallara baxıram, marağım var. Ən çox xəbərlərə baxıram. Bəs daha nələr izləmək istəyərdiniz? Valla mən onun istəyirəm ki, yaxşı verilişlər olsun, köhnə muğamları, zatlar indi verirlər. Bax bu indi demək olar ki, televiziyamız çox yaxşıdır, çox qəşəng olubdur. Ona görə nə deyim? Cənab prezidentimizə Allah canına can sağlığı versin, uzun ömür versin. Biz üçün hər şərait yaradır, hər bir şey eləyir. Ona görə sizə də can sağlığı, siz də əziyyət çəkirsiniz, şeyinizi. Çox sağ olun, minnətdarım. Çox sağ olun, biz minnətdarıq. Televiziya izləyirsiniz? Çox da yox. Nəyə görə? Maraqlı deyil. Bəs nə izləmək istəyərdiniz? Nə olsa maraqlı gələrdi sizə? Televiziyada yaxşısı oldu. Televiziya izləyirsiniz? Televiziya. Sportdan nəsə olsa maraqlı olardı məsələn. Bəli, izləyirəm. Hansı kanallara baxırsınız? Azərbaycan yoxsa Azərbaycanda ATV, Xəzər, yəni başqa, yəni bildiyim ASTV-dir. Bəs hansı proqramları daha çox istəyirsiniz? Hansı proqramlar? Sport, çox vaxt xəbərlər izləyirəm, çünki daha maraqlı gəlir. Yəni başqa da çox televiziya baxmıram. Daha nələr izləmək istəyərdiniz? Mən nələr izləmək istəyirəm? Dünya ilə bağlı məsəl üçün, dünyada olan problemlər haqqında daha çox bilgi almaq üçün daha yaxşı proqramlar düzələ bilər. Televiziya izləyirsiniz? Nəyi? Televiziya. Hə, izləyirəm. Bəli, izləyirəm, bəli. Hansı kanallara baxırsınız? Azərbaycanın demək olar ki, bütün kanallarına baxıram. Sonra keçdik xaricdəki internetlə tutursa ona da baxırıq. İnternetlə baxırıq da. Bəs məsələn, Azərbaycan kanallarında daha çox nə izləyirsiniz? Hansı proqram? Birinci baxıram ki, görüm bizim xeyrimizdə danışılan bir şey varmı? Ona baxıram. Görürəm ki, vardır. Hər kanalda da olmasa, müəyyən kanallarda olur. Bakı kanalı yaxşıdır, ASTV yaxşıdır. Baxırıq onlara, SBS-ə baxırıq. Çox xəbərlərə baxırıq da. Görək Azərbaycanlıları Azərbaycanlı olaraq nə qədər sevirlər. Salam gənclər. Başın televiziya izləyirsiniz? Yox. Nəyə görə? Telefondan istifadə edirik. Yox, çox şükür edirəm, çox sağ ol. Yox. Nəyə görə? Baxmıram televizora başım. Başqa nə baxırsınız? Heç nəyə baxmıram, yox. Heç nə izləmirsiniz? Yox, mən ancaq telefonla. Telefonda nəyə baxırsınız? Nəyə gəldi? Məsələn, vaxtım yoxdur, danışardım. Mən şu buralı deyirəm. Buralı deyirəm. İndiki dövrdə YouTube, TikTok da baxdıqca vaxt aparır. İndiki dövrün baxdığı şey. Daha çox nələr izləyirsiniz? Sözüm də bilmirəm, sözün açığı, yəni nə çıxdı baxıram. Televiziya siz necə?
Salam, başına bir sual versə, televiziya izləyirsiniz. Instagramda. Maraqlı gəlmir. Xeyr. Bəs başqa nə istifadə edirsiniz? Heç. Ən çox ictimai. Hansı proqramları izləyirsiniz? Hansı proqram izləyirik? Maska şounu izləyirik ən çox. Onu bəyənirsiniz? Bəli, qızımla çox bəyənir baxırıq. Daha nələrə baxmaq istəyərdiniz? İntellektual verilişlər olsa daha yaxşı olar. Televiziyaya baxmağa vaxt olmur deyək. İş, güc. Bəs olsaydı nə izləmək istəyərdiniz? Olsaydı yəqin ki, kinolara baxardım. Televiziya izləyirsiniz? Bütün gün sosial şəbəkədə falan keçirirəm, Instagram, TikTok falan. Yəni belə televizorla çox da aram yoxdur demək olar ki. Maraqlı gəlmir televizora baxmaq sizə? Əvvəl kimi yox. Salam, televiziya izləyirsiniz? Yox.